Hamıya salam, ümid edirəm hər biriniz yaxşısınız. Bu vlog Bakıda qarlı günləri necə keçirdiyim haqqında gündəlik bir vloqdur. Hamıya xoş seyirlər. Dəhşətli qardı. Uşaqlıqdan bəri ilk dəfədir belə bir qar Bakıda yağır. Və mən də yaxşı metro düşüm, çatım, danışarıq. Üzbekski plov, yarpaq dolması. İba, sən çox şey qaçırdın, ha? Uy Allah. Bax, deyərlər bu havada, bu maşınla, belə təkərlərlə nə vacib düşüb? Əgər maşının təkərləri buna imkan vermirsə, niyə risk edəsən ki? Anam isə atamın sadaladığından daha da çox yemək bişirmişdi. Özbək aşı idi, kükü idi. Sezirə bənzər, amma sezir deyil tam olaraq. Bir salat idi, yarpaq dolması idi və mənim ən sevdiyim dovğa. Çox dadlı idi. Hətta indi o qədər acam ki, bu videoya baxıb daha da acdım. Ən maraqlısı o idi ki, biz 2 gün idi ki, xaricdən qayıtmışdıq. 10 gün burada yox idik və təbii ki də buranın yeməklərini dada bilmirdik və çox darıxmışdım. Bir gün öncə isə İboya deyirəm ki, bir qonaqlıq olardı. Bütün bizim milli yeməklərlə dolu belə süfrə, hərəsindən biraz yeyərdim. Çox darıxmışam. Və həmişəki kimi ana ürəyi həmişə sanki eşidir və hiss edir bunu. Həmişə gecə olsa belə o yatardı. Mənim də ürəyim nəsə istəyərdi. Səhər durub görərdim ki, hazırdardı və çox maraqlı idi. Bəs sizdə də belə bir şeylər baş veribmi heç? Burada da çay süfrəmiz idi. Rəfiqəmlə və anamla çox maraqlı söhbətlər etdik. Bu da mamamın bişirdiyi şirniyyat idi. Çox dadlı idi. Özü də isti. Çox sevirəm şirniyyatları. Deməli belə, bugün yaxşı gün keçirdik rəfiqəmlə, ailəmlə. Yedik, içdik, söhbət elədik. Belə bir havada əsl insanın ehtiyacı olan bir şey. İndi gedirəm dırnaqlarımı düzəltdirməyə. Burada valideynlərimin evinin yaxınlığındadır ustam. Elə fürsətdən istifadə edib gedirik dırnaq ustama. Dırnaqlarımı gedir. Birinci kəsmirik. Bir dənə bu dırnaqlara baxın, zəhmət olmasa. Heç öyrəşməmişəm bu mənzərəyə. 7 ildən çoxdur ki, bəlkə də 8 ildir fasiləsiz dırnağımda gel olub və həmişə uzun dırnaqlarım olub və həmişə nəsə dizayn olub. Sadəcə olaraq dırnaq ustam da məsləhət gördü ki, biraz istirahət verək. Çox bərbad vəziyyətdə idi artıq dırnaqlarım. Ona görə ümid edirəm 2 həftəlik heç olmasa istirahət verə biləcəm. Sabah qaçıb gəlməyəcəm yanına. Sizcə də çox gözəl mənzərə deyilmi? Baxın, qar. Çoxdan ən son uşaqlıqda belə qar görmüşdük də. Hardasa 2008-ci il idi. 2009-a keçən ilk yeni il günü yadınızdadırsa. Qar belə güclü yağmışdı. So beautiful. Deməli, dırnaq fresh xanım. İndi düşünürəm gedən kimi fotolardan artıq seçim paylaşım. Bunu çatdırım və storylərdən düşünürəm ki, necə edək? Dünənki günü, uçuşumuzu, oradakı macəraları paylaşımmı, yoxsa elə qaldığımız yerdən davam edək. Çünki ən son Serbiyanın 1-ci günündə qalmışdıq, səhv etmirəmsə. Deməli, belə, qarlı macəralarımızın ikinci günü. Yəni, bu gecəni valideynlərim birdə qalmışdım, bildiyiniz kimi. İndi isə nəhayət gedirəm rəfiqəmgilə. Artıq demək olar ki 2 ay olacaq. Onun yeni körpəsi doğulub. Mən hələm də o uşağı görməmişəm. Təsəvvür edirsiniz, ürəyim partlayır neçə vaxtdır. Həm səfərlər oldu, həm heç cürə üst-üstə
vaxtlarımız düşmədi. Gəh mən xəstələndim, gəh o xəstələndi. Ona görə nəhayət bugün o gündür. Şirin balamızı yedizdirdikdən sonra özümüz də keçdik yemək yeməyə və səhərə qədər söhbət etmişik təbii ki. Burada isə növbəti gündür. Valideynlərim geri döndüm. Oradan işlədim, dərslərimi keçdim. Bildiyiniz kimi mən Koreya dilini tədris edirəm. Burada isə maraqlı bir hissədir ki, Cənubi deyil, Şimali Koreya haqqında vlog izləyirəm özdə atamla. Daha sonra evə qayıtdım. Uzun səyahətin sonu. Evləri təmizləməliyik, döşləri yerbəyər eləməliyik. Nəhayət gəldik, çıxdıq evimizə, kombi yandı. Və əslində burada təmiz paltalardır çünki valideynlər də yuyulub. Ona görə sadəcə yerbəyər eləməliyim, amma yenə də getməmişdən elə qaçıq-qaçına yenə çıxmışıq ki, səliqə ilə qoyduğum əşyalar belə, paltarlar belə rəflərdə dağılıb. Ona görə tam səliqəli şəkildə hamısını yığışdırıb qoymaq istəyirəm. Baxın, bütün əşyalar belə hazırdır. Sağ olsun, qaynanam mən olmayan müddətcə hamısını yuyub, təmiz şəkildə qatlayıb qoyub, indi rəfləri səliqəyə salıb, sonra hamısını yerinə qoymalıyıq. Yine qarlı gündən, növbəti qarlı gündən hamıya salamlar. Onu da qeyd edim ki, biz Bakıya dönəndən 4 gün sonra öz evimizə qayıda bilmişik. Çünki getməmişdən öncə uzun müddətli getdiyimizə görə kombini söndürmüşdük və artıq bildiyiniz kimi Bakıda qar yağdı. Biz də kombini vaxtında yandırmağa çatdırmadıq, o dondu və təbii ki də yanmırdı. Ona görə 2 gün İbrahimin valideynləri gildə, sonra mən bir gün öz valideynlərim gildə, sonra da bir günündə rəfiqəm gildə qaldım. Burada növbəti gündür və mən açılış mərasiminə dəvətliyəm. Əslində burada özümü çox pis hiss edirdim. Nədənsə səhər çox qəribə hiss edirdim. Açılış isə TikTok Live-ın Azərbaycanda rəsmi partnyoru olan Kego Media'nın açılışı idi. Və əslində Kego Media veb-saytının həm siması, həm təlimçisi, həm də TikTokda creator olduğuma görə bu tədbirdə iştirakım da vacib idi. Əslində bir müddət öncə Kego Media'nın rəsmi saytı üçün çəkilişlər etmişdik. O vlogu hələ ki paylaşmamışam, amma siz artıq Kego Media'nın rəsmi veb saytında hazır nəticəni izləyə bilərsiniz. Deməli, Kego Media'nın açılışındayıq. Bu arada mən də intervyu verdim, müsahibə verdim. Çünki ümumilikdə veb-saytın siması və təlimçisi sayılırım. Salam. Bugün bizim üçün çox xüsusi bir gündür. Nəhayət açılış günümüz baş tutur. Hər birinizi bizim TikTok səhifəmizdə gözləyirik və həmçinin də saytımızda. Əgər siz də keyfiyyətli kontent yaratmaq istəyirsinizsə, bizə qoşulun. Məhz o gündür bizim üçün. Biz ilk olaraq Azərbaycanda offline studiyanın yaradılmasına qərar verdik. Bizim ilk addımlarını atan agentliyimizə dəstək verən insanlar bugün burada mənim yanımdadılar. İşə yeni başlayanda dostların dəstəyinə çox böyük ehtiyac duyursan və sizin kimi dostları olanın da mütləq şəkildə işləri uğurlu və xeyirli olmalıdır. Bugündən etibarən Kego Media agentliyinin Azərbaycanda ilk offline studiyası artıq istifadəyə verilir. Bu studiya bizim bütün müəlliflərimiz üçün qapıları açıqdır, tam ödənişsiz fəaliyyət göstərəcək və biz istəyirik ki, TikTok platforması Azərbaycanda populyarlığı ilə paralel həm də keyfiyyətli kontentin platforması olsun. İnsanlar TikToku keyfiyyətli platforma kimi tanısınlar, məzmunlarını qəbul etsinlər. O səbəbdən də biz yeni başlayan gənclərə təlimlər keçməyi planlaşdırırıq. Artıq təlim proqramlarımız var. Emiliya xanım bizim təlim proqramlarımızın o video təlimlərin müəllifidir. Özü də Koreya dili müəlliməsidir. Yeri gəlmişkən onun da Koreya dilində dərsləri keçirilir. Birlikdə Azərbaycanın sosial mediasında keyfiyyətli kontentlər yaratmağa doğru inamla irəliləyək. Təbrik edirik, xeyirli olsun. Sağ olun, çox sağ olun. Sağ olun, çox sağ olun. Studiyalar var və canlı yayım aparmaq istəyənlər, açmaq istəyənlər üçün professional şəkildə bütün şəraitlər yaradılıbdır burada. Məsələn, bu otaq belə bir otaqdır. Hər otağın belə deyə öz rəngi var, fərqli aboyalar. Hələ ki ilk təmir budur.
Yoksa sen tapmalı olur keçmez. Biz izləyicilərimizin qarşısında olarıq. Bak bizim ikimizi də sevirlərmiş. Zam qısqanacaq. Qoy mən çıxım gör başınıza nə qədər çıxacağını. Səni heç qısqanmaq mı olar? Səni kim sevirsə mən də o. Baxın, növbəti studiyalardan biri budur. Ən hamının bəyəndiyi və üstündə dava etdiyi studiyadır. Zaur Bəxşəliyev, Lalə xanım hamısı bu studiyanı seçdi. Və ən sonda da balaca bir otağımız var. Burada da, əslində bura da qəşəngdir, rəngarəngdir. Baxın. Burada Korean Museum üçün də videolar çəkmək olar. Dream Korean Center'ımız üçün. Niyə də yox, müxtəlif fonlarımız var. Baxın, Kego Media. Və bu da növbəti otaqdır. Burada da baxın, hər şey var, quraşdırılıb. Burada canlı yayımlar keçir. Aça bilərsiniz. Belə. Bir tərəfə bəs bir kişi aldım. Qar burada var. Burada yoxdur, əriyib. Çıxış acmışam və 2 dəqiqə dərsimdir. Hamıya salam. Qarlı növbəti bir gündə sizi salamlayıram. Bu ərəfələr bu həftə ərzində hər gün biraz video çəkirəm. Nə olar, biri mənim yoldaşıma yazsın da ki, artıq bu videonu çəkək də. Noyabr ayından bəri bizlərə special olaraq yoldaşımla maraqlı video çəkmək məqsədi ilə xüsusi ramyonlar və abur-cuburlar gətirmişəm. Artıq srokuna da az qalıb məncə. Baxmışdım o gün. Hələ keçmirik, amma bəzilərinin artıq az qalmışdı srokuna. Baxın, bu cürlə gözəl ramyonlar. Əsas bu pulsaqdır. Onun reaksiyasını istəyirəm çəkəm. Çünki ən acı. Belə. Çünki məsələn bunu valideynlərimlə, qardaşımla edə bilərəm, amma onlar daha öncə Koreya rayonlarını mənimlə birlikdə sınırdılar. Sadəcə onu video çəkməmişəm. Çəkmişəm, amma editləyib paylaşmamışam. Elə bir videomuz var idi. Amma yoldaşımın reaksiyası olmayıb. Ona görə o laf maraqlıdır, laf təbii olacaq deyə düşündüyüm üçün sırf onunla etmək istəyirəm. Xüsusən belə acı ramyon challenge. Baxın, burada o qədər abur-cuburlar falan qalıb. Hamısı buradadır. İzo. İzo nə vaxt çəkəcəyik? Ümid edirəm ki, gələn həftə ərzində maksimum çəkərim. Bu həftə biraz baş qarışıqdır. Burada isə artıq pianino dərsim idi və məşq edirdim və dırnağımın qısa olmasının ən böyük üstünlüyü rahat çala bilməm idi. Amma köhnə qayda ilə öyrəşdiyim üçün hələ tam barmağımı düzgün şəkildə basmırdım. Deməli, yenə qar yağır və bugün bəzi işlərimi görə bilmədim. Çünki hava dəhşət soyuq idi. Donmuşdum çöldə. İndi isə axşamdır və qar yağır yenidən. Deməli, drama izləyərək biraz Koreyli practice edirəm. Burada ya bilmədiyim, ya da ki, az bildiyim sözləri qeyd edirəm. Bu serialda və mən adətən Netflixdə izləməyə çalışıram ki, Koreya dilində alt yazılar olsun. Çöldə də elə tufan, elə qardı ki, birazdan sizə göstərərəm çöldə. İndi hələ ki, fokusum yayınmasın. Bugünlük bu qədər. Tam da ürəyimcə olmasa bu vlog belə oldu. Gündəlik həyatdan bir hissə idi. Onu da mən dəyişib hansısa ssenari qura bilmərəm. Bəs siz daha qısa və yaxud daha uzun vloqlara üstünlük verirsiniz? Rəy bölməsində qeyd etsəniz çox şad olaram və həmçinin də hər hansı bir təklifiniz varsa onu da qeyd edə bilərsiniz. Sona dək izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olub, videonu like edib və dostlarınızla da paylaşmağı unutmayın. Bu mənim üçün çox önəmlidir və növbəti videoları paylaşmaq üçün bir motivasiyadır. Növbəti videolarda görüşənədək sağ olun.